Lider televiziyasını izləyirsiniz. Gəlmişik ki, əhvalınızı xoş edək. Gününüz uğurlu olsun, əziz gözəl izləyicilərimiz. Pozitiv bir əhval-ruhiyyə verəcəyik sizə. Ekran qarşısında bizi gözləyirsiniz. Xoş həftə arzulayırıq. Bugün özel, güzel, lider olarak, lider kampanyası olarak, lider ailesi olarak hafta içi her gün saat 14.30'da olduğu gibi bugün de öz vaktinde vədəmizə, sözümüzə düz olub yenə də evlərinizə qonaq gəldik. Verilişin baş sponsoru Elfara Ailəvi İstirahət və Əyləncə Mərkəzi. Verilişin sponsoru Dəniz Mebel Salonu. Dəniz Mebel, evlərimizin seyirləyici güşəsi. Verilişin sponsoru Art Dekor. В удивительном светлом сне сквозь столетия летя, я любила лишь тебя. Но растаял полночный свет, а тебя, как и прежде, нет. Исчезая во мгле, ты оставил меня навек. Не проститься, не расстаться, нам в мечтах своих остаться, на осколки разбивая, жизнь свою не понимая, на глубины опуститься, до небес подняться птицей. Через годы и города я любила тебя всегда, но смирилась с судьбой, происходит так порой. Я все помню. И Я все знаю. Я прощаю. Я прощаюсь. Ты сегодня явилась мне в удивительно странном сне, красотою пленя, исчезала, как яркий свет. Сквозь туманы ночных тревог я нашел тебя между строк, но растаял тот сон и остался одним навек. не проститься, не расстаться, нам в мечтах своих остаться, на осколки разбивая, жизнь свою не понимая, на глубины опуститься, до небес подняться птицей. Год за годом тают грезы, не сошлись над нами звезды. Через годы и города буду помнить тебя всегда. Не поспоришь с судьбой, происходит так порой. Снегом, теплым снегом. Может, я не в то одета?
Təşəkkürlər mənim əzizlərim, doğmalarım. Bugün, bu cümə günündə, bu həftə sonu mənimlə birgə olan Nuri Sərinləndirici və Jane Shiroki, xoş gəldiniz. Bir daha mənim doğma əziz Təşəkkür qardaşım və edirəm, Ramiyə xanım. bacım. Sağ olun. Xoş gördük. O qədər bir yerdəyik ki, elə bir Efirdə tamaşaçılarla salamlaşaq. bütün Tamaşaçılarla sizi tamaşaçıları gözləyirlər. salamlayıram, xoş gördük. Şadam ki, Lider kanalında bugün efirdəyəm. Sizin Xoşdur, gözəl oxuyacağıq. kanalda. Oxuyacağıq, danışacağıq. Bu da mən danışacağım, siz yox. O haqda da danışacağım. Jane, sən də danış. Mən elə şey Geç. bilərəm. Her Çevrəşi vaxtınız zəhmət. xeyir olsun. Xoş gördük Lamia xanım. Ay, Öpürəm can. sizi. Onda öpək. Öpüşək. Xoş gəldiniz. Bir daha xoş gəldiniz dedim mən qonaqlarıma. Ruzulu, bərəkətli olsun bu həftə sonu sizin üçün. Gününüz aydın olsun əziz doğma izləyicilərimiz. Liderlər, lidersiniz çünki lider izləyirsiniz. Bugün çox xoş olacaq burada. Bugün çox maraqlı olacaq. Rusiyadan, xüsusilə sizin üçün, bizim üçün, mənim üçün və Lider televiziyası üçün gələn və belə deyək, vaxt itirmədən efirimizdə olan, sizin qarşınızda olan, sizin üçün mahnılar ifa eləyəcək, sizin üçün danışacaq, çox danışacaq. Nuri Sərinləndirici və Jane Shiroki. Bugün xüsusi qonaqlarım var və mövzu qoymayacağam. Elə soruşmaq istəyirəm həftə sonu necəsiz? Mən arzu edirəm ki, həftə sonu çox yaxşı olasınız və bir daha hər birinizə çox gözəl həftə sonu arzulayıram. Gözəl bir gün arzulayıram. Bugün cümə günüdür. Hər birinizə düşərli olsun. Belə qonağımız, daha bir qonağımız var, gələcək, yoldadır. Mən isə ilk olaraq demək istəyirəm ki, baş sponsorumuz var Elfara Ailəvi İstirahət və Əyləncə Mərkəzi. Baş sponsorumuz Dəniz Mebel Salonu. Sponsorlarımız Art Decor və Retion Kosmetologiya var. Bu haqda da biraz sonra danışacağıq. Mən isə dərhal qonaqlarımla söhbət eləyəcəm. Qonaq deyəndə mənim doğma qardaşım. Necəsən Nuri? Çox sağ ol. Yaxşıyam. Necə olmalıyam mən? Siz yanımda, Jane burada. Jane burada, Həci Vidoş burada. Yaxın mənə doğma olan insanlar yanımda yaxşıyam. Və doğma Əvvəl kanaldasan. ruhiyyəm də yaxşıdır, bəli. Doğma kanalımız. Doğma kanalda və doğma kanal nə gözəl. Mən keçib oturacağam burada. Çünki hələ ki Həci müəllim gəlməyib. Biraz sonra gələcək. Üz-üzə. Belə oturaq, üz-üzə danışaq, söhbət eləyək. Belə, doğrudan da biz hər zaman, hər dəqiqə, əgər Nuri, Jane Bakıdadırlarsa bir yerdəyik. Amma bugün bura səhnədir, bura efirdir və bugün sizin üçün danışacağıq. Fikirləşməyin ki, Lamia sual verir, bildiyi şeyləri soruşur. Elə deyil. Mən sualı verəcəm sizin üçün, siz də özünüz üçün qulaq asacaqsınız, bizim üçün qulaq asacaqsınız. Mən ilk mahnıdan danışmaq istəyirəm. Çox gözəl ifa idi. Düşünürəm ki, heç yerdə olmayıb, ilk dəfə həyat tərzində oldu. Hansı mahnı? Bax bu, indi ifa elədik. Yox, bunu bir dəfə Efirlərdə oxumuşuq mu? bir dəfə oxumuşuq. Bir daha oxumuşuq. Oxumuşuq, başqa kanalda deyəsən bir dəfə oxumuşuq. Amma inanın ki, hər dəfə eşitdikcə bu nəğməni mənim verişimdən eşitməyiblər. Və çox sevdim. Bu bizim Vitalik Faraonovun mahnısıdır. Sözləri də onundur. Musiqi də bəli, söz də onundur. Bu musiqini əslində Jane oxumalı idi tək. Buna yazılmışdı, Vitalik yazmışdı Jane üçün. Sonra dedi Nuri, bəlkə sən də oxuyasan orada. Mən dedim, yəni icazə verirsə mən də oxuya bilərəm sizlə. Mən də oxudum. Bilmirəm nə dərəcədə alınıbdı. Nə dərəcədə alınıbdı. Çox gözəldir. Çox gözəl musiqidir. Mən deyirəm ki, Jane, çox xoşuma gəldi. Niyə очень понравилось? Я очень люблю эту песню. Yəni çox sevirəm bu mahnını və mən çox xahiş elədim ki, elə bu mahnı ilə başlayaq, çünki çox gözəl ifadır və duet üçün çox gözəl. Məncə yaxşı elib duet oxumuşuq bunu. Belə, mən demək istəyirəm ki, əziz tamaşaçılar, bugün gözəl nəğmələr, gözəl musiqilər, gözəl söhbətlər olacaqdı. Bugün Nuri danışacaq. Mən oxumayacağam, mən qulaq asacağam. Biz bir neçə gün bundan öncə başqa kanaldaydıq. Əkizlərin verişindəydik. Əkizləri buradan salamlayıram. Mənə yazıb, mən danışıram, Nuri oxur. Yazıblar, nə çox danışırsan, qoymadın Nuri oxusun, Nuri danışsın, niyə danışmır? Əziz doğma izləyicilərimiz, bugün danışacaq. Amma indi deyəcəksiniz ki mənə, qoy oxusun. Ona görə məncə Yox, mən oxusun. əslində Lamia xanım çox, siz özünüz yaxşı bilirsiniz, çox danışmağı xoşlamıram. Sevmirsən, mən çox yaxşı bilirəm. Amma belə də ki, yəni mənim işim oxumaqdır da, yəni müğənniyəm mən. Danışmaq, yəni Müğənni oxumalıdır, aparıcı danışmalıdır. Bəli, siz aparıcısınız, siz Sənin yanında bir danışmalısınız. aparıcı var, ona görə də. Bəli, bəzi şeylər də siz indi yəni burada olursunuz, bütün bizim iş layihələrimiz haqqında siz danışmalısınız, mən yox. Yəni bu təbiidir, belə olmalıdır. Belə olmalıdır. Aha, telefon zəngində zəng eləyiblər, deyirlər ki, oxusun. Gözəl xanım oxusun.
Gözəl xanım istəyirlər. Varmı repertuarımızda bugün gözəl xanım? Yoxdur amma O var. gözəl Var, xanımdır. O gözəl xanımdır. İki gözəl xanım burada əyləşib və neçə milyonlarla gözəl xanımlar televiziya ekran qarşısında bizim üçün oxu, xanımlar üçün oxu Nuri. O güzel hanımdı, o benim canımdı. Ay ne güzel hanımdı, o benim canımdı. Ben onun hastası. O da dermanımdı. Elçisi olmuşam, herisin almışam. Elçisi olmuşam, herisin almışam. Özümü sevdirip kemende salmışam. Özümü sevdirip kemende salmışam. Kalbimin arzusu, sevirem doğrusu. Kalbimin arzusu, sevirem doğrusu. Mən onun ovçusu, dəli ceyranımdır. Mən onun ovçusu, dəli ceyranımdır. O gözəl xanımdır, o mənim canımdır. Mən onun xəstəsi, o da dərmanımdır. Ay nə gözəl xanımdır, o mənim canımdır. Mən onun xəstəsi, o da dərmanımdır. Bu xanım hər işdə göstərir sərişdə. Bu xanım hər işdə göstərir sərişdə. Belə bir mələkdən tapılmaz behişdə. Belə bir mələkdən tapılmaz behişdə. Aladır qaş gözü, ay tək gözəl özü. Ey aladır qaş gözü, ay tək gözəl özü. Onun hər bir sözü mənim fərmanımdır. Onun hər bir sözü mənim fərmanımdır. O gözəl xanımdır, o mənim canımdır. Mən onun xəstəsi, o da dərmanımdır. Ay nə gözəl xanımdır, o mənim canımdır. Mən onun xəstəsi, o da dərmanımdır. O gözəl xanımdır, o mənim canımdır. Mən onun xəstəsi, o da dərmanımdır. Ay nə gözəl xanımdır, o mənim canımdır. Mən onun xəstəsi, o da dərmanımdır. O gözəl xanımdır, o mənim canımdır. Mən onun xəstəsi, o da dərmanımdır. Ay nə qəşəng xanımdır, o mənim canımdır. Mən onun xəstəsi, o da dərmanımdır. Bounce to the bustin', yo, 'cause my time has come with the bustin'. Put on my bossing, us and I high and low. Check and pass my muscle. Tim, I keep to bustin'. Let's to the
visto da dove è sbucato, che impressione vero. Həyat ərzindəyik. Bilirəm bizdən razısınız. 510-38-04 nömrələrinə zəng vurun. Həm söhbət olaq. Sözünüz varsa deyin. Sualınız varsa verin. Nuri buradadır. Jane buradadır. Bugün çox möhtəşəm konsert proqramı ilə deyim ki, bugün bu verilişdə. Çünki həftə sonudur və sizin üçün çıxış eləyəcəklər. Amma mən Həci müəllimi dəvət eləmək istəyirəm. Verilişimizə geciksə də belə. Eybi yoxdur. Həci müəllim bizim daimi dostumuz və daimi, əbədi dostumuz, daimi qonağımız. Xoş gəldiniz. Çox sağ. Bu mənimdir. Nə gözəl çiçəklər. Həci mən çox təşəkkür eləyirəm. Və Jane üçün də çiçəklər. Çox təşəkkür eləyirəm. Bax belə. Belə Həci müəllim bağışladıq sizi gecikdiyinizə görə. Mikrofonu götürün zəhmət olmasa. Həci Quliyev, Elfar Ailəvi İstirahət və Əyləncə Mərkəzinin icraçı direktoru və ictimai xadim, bizim dostumuz, əbədi dostumuz. Həci müəllim xoş gəldiniz. Çox sağ olun Lamiyə xanım. Çox xoş oldu yenə də bizim dostlarımızı gördük. Ceyhun buradadır, Nuri bəy buradadır. Yəni inanın sevincimizin həddi hüdudu yoxdur. Yenə də gəldik Lamiyə xanımın verilişinə istirahət eləməyə. Burada biz buna iş kimi baxmırıq. Bu əsl istirahətdir. Bir də belə gözəl qonaqlarla ümumiyyətlə möhtəşəm gün, möhtəşəm veriliş olacaq yəqin. İnanın ki, bugün nə qədər məndən başqa tamaşaçılar nə qədər sevinir ki, Nurigil efirdədir və bu gün artıq 2 mahnımızı oxumuşuq. Siz gecikdiniz. Yeni mahnılara siz qulaq asırsınız. Mən Nuri barədə yazanda, o Instagram səhifəmdə bir də görürsüz, yəni paylaşırıq şəkilləri. Yazanda yazıram dünya şöhrətli. Həqiqətən də Nuri dünya şöhrətlidir. Çünki bilirsiniz, dünyanın hər bir yerindən izləyiciləri var. Hər bir yerindən onu sevənlər var. Harda Nuri adı gəlirsə, o dəqiqə orada bir gözəl bir şou gözləyirlər. Gözəl, hətta onların çox möhtəşəm, həm Jane-lə olan çox gözəl şouları var hər zaman. Tamaşaçılar da çox sevir, çox bəyənirlər. Mən sizə bir söz deyim ki, elə doğrudan da Azərbaycanı təkcə Rusiyada deyil, bütün dünyada təmsil edən Nuridir. Nuri sərinləndirici. Azərbaycanın adı. Azərbaycan mahnısı oxuyur. Bütün nəğmələrimizi Arşın Malalandan başlayaraq, bütün həm öz mahnıları var, özünün öz yazdığı mahnılar var, özünün öz repertuarı var, həm də ki bizim dahi insanların, dahi bəstəkarların mahnıları harda səslənir? Bütün dünyada səslənir. Bundan gözəl nə ola bilər? Bundan gözəl təmsil eləmək olar mı? Ən önəmlisi odur, mən bir tamaşaçı kimi deyirəm, yəni mən bir professional kimi dəyərləndirə bilmərəm, yəni mən bir tamaşaçı kimi deyirəm ki, ən özəllikləri də onların ikisinin də ondadır ki, hər bir mahnını öz tərzlərində ifa edirlər. Özlərinə uyğun ifa edirlər və bu da çox gözəl səslənir. Bir də mahnılarımızı yenidən yaşadılar. O bir filmdən mahnı vardı, o Bibi Can. Yəni indi baxıram o gün yenə də dəbə düşdü o mahnı, artıq yeni nəfəs verdilər, yeni can verdilər. Qaynana filmindən, təbii ki. Qaynana filmindən olan o mahnıyı. Əvvəllər, məsələn, illər öncə Rəşid Beyptov, Allah rəhmət eləsin, dahi müğənnimiz, bütün dünyada gəzirdi və Azərbaycanın nəğmələrimizi səsləndirirdi. Allah canını sağ eləsin. Zeynəb xanım Xanlarova, dünyanın xalq artisti deyim də. Dünya SSR, Respublikanın və dünyanın xalq artisti. Doğrudan da dünyada bizim mahnıları məşhurlaşdırdı. Azərbaycanın mahnıları səslənirdi. İndi də mən Nurini görürəm. Çünki Nuri dünyanın hər tərəfindən səsi gəlir. Təşəkkür edirəm isti Yəni bu sözlər sadəcə üçün, tərif amma deyil, mən bu olan bir o şeydir. insanlara yəni çatmağıma hələ çox var. Onlar böyük iz qoyublar Azərbaycan üçün. Dünyada Azərbaycan musiqisini həqiqətən də tanıtırıblar. Mən o insanlara qulaq asasa, yəni qidalanmışam. Onların musiqiləri ilə yəni götürmüşəm. Onların musiqilərindən götürmüşəm ilham. Yəni indi də dinləyirəm onların musiqilərini. Yəni çalışdığım qədər istəyirəm ki, öz musiqilərimizi, öz yazdığım musiqiləri Azərbaycan öz dilimizdə olan musiqiləri biraz başqa formada indi mən Rusiyada yaşayıram. Oradakı olan insanlara, məsəl üçün SNG dövlətlərin bir çoxunda biz oluruq. Yəni Özbəkistan, Türkmənistan, Qazaxıstan, Dağıstan, yəni bunlarda biz Türkiyə, İstanbul, Türkiyə, yəni İsrail, bir çox Qresiya. Yəni mən orada Amerikaya səfərimiz var noyabr ayında. İnşallah. Yəni çalışdığımız qədər öz musiqilərimizi tanıtırıq və həqiqətən də sevirlər. Yəni görürlər ki, yəni Azərbaycana məxsus olan musiqilər həqiqətən də yəni gözəldir, mədəniyyəti gözəldir Azərbaycanın. İndi biz əlimizdən gələni eləyirik, tək biz deyilik.
Yəni Azərbaycanı təmsil edən bir çox insanlar var, idmançılarımız. İdmançılarımız bayraqlarımızı qaldırır. Bəli, musiqi, idman müğənnilərimiz bu. var. Yəni Bəli. yəni bu biz deyilik, biz də çalışdığımız qədər, yəni bacardığımız Bilirsən, qədər. sən əlimizdən Rusiyada gələn qədər. yaşadığından sən bunu tez-tez eləyirsən. Yəni bütün musiqilərimiz səslənir. Rusiyanın Vostok radiosunda səslənir bütün musiqilərimiz. Niyə də yox? Ləman xanım, bilirsiniz nəyə görə əsas belə diqqət cəlb edirlər? Çünki mahnılar elə bir tərzdə tamaşaçıya çatdırılır ki, yəni onu dilimizi bilməyən adam belə çox belə zövqlə dinləyə bilir. Oxuyurlar, Bəli, darıxdımı? bəli, Taciklar bəli, oxuyub bəli. yazıblar New Tajik. O günü axtarırdım birini. Çox əsəb keçirtmişdim. Yığırdım, axtarırdım. Nuriyə zəng gəldi. Nuriyə dedi ki, Ləman xanım, hansını tapaq? Bütün dünya darıxdım oxuyur. Hərə də öz səhifəsinə qoyub ki, elə bil ki, Nurinin musiqisidir. Nəinki darıxdım, bütün türk Vay dilli amanı da xalqlar oxudular. Vayama mənim ilk mahnım olubdu. Bunu bizim yəni özbəklər oxudu, türkmənlər oxudu, çox İndi düşmənlərimiz oxuyur. Düşmənlərimiz oxudu. Bu mən biraz pis təsir. Çoxdan oxuyublar. Özdə bunun altından müəllif öz adlarını Öz adlarını yazıblar. Yəni bu insanlara xeyri yoxdur. Təzəlikcə oxuyublar, çoxdandan oxuyublar, təzəlikcə ortalığa saytlarda çıxır. yəqin gördünüz də bu haqda yazdılar. Vayamanı oxuyublar. Vayaman məndən Bülent Sərtaş oxudu. İcazə İcazəsini aldı. Qonorarını verdi. Verdilər. Bir kino çəkilir Türkiyədə, Qaçma Birader. Dizi çəkilir. O dizidə bu musiqi yəni işlənəcəkdi. Yəni bu musiqini orada işlənəcəklər. Onlar da ödəniş elədi bizə ki, o musiqi Bəli, orada Mədəniyyət işlənsin. Nazirliyinə zəng vurdular, danışdılar, icazə aldılar, müqavilə Musiqisi, bağladı. yəni mənə aiddir bunun. Sözləri Əhməd Əhməd Qayanındır. Yəni bunun musiqisi mənimdir. Yəni tək bu musiqi deyil, bir çox musiqilərimizi oxuyurlar. Yəni türk dilli xalqların oxumağı bizi bir o qədər heç icazə almadan da oxusunlar. Oxusunlar, əlbəttə Amma ki. bunların oxumağı biraz açığı. Görün Azərbaycan mədəniyyəti nə qədər ucadır ki, nə qədər yüksəklərdədir ki, düşmən mövqeylə biz ilə düşmən mövqeyində olsalar belə yenə də bizim musiqilərin düşmənlərin qabağında var, ram hə. olurlar və ona sakitcə qulaq asa bilmirlər, hətta özləri belə ifa eləyirlər. Bizim düşmənimizin heç nə olmuyor, bax hamısı bizdən oxuyur, neynəsin. Və indi yeni bir mahnı oxuyacağıq. Həyatımın qadını. Bu tam yeni. Bir Instagramda paylaşım elədik. Sağ olsun, bütün Instagram paylaşdı. Çünki çox gözəl mahnıdır. Mən istəyirəm bir balaca danışaq və ifa eləyək. Həyatımın qadını. Kimin musiqisidir? Fərid? Musiqi Fərid Kərimlinindir, sözləri Orxan Mürvətlinindir. Oxuyan da mənəm. Oxuyan da Nuri. Oxuyaq mahnını, daha sonra danışacağıq hələ. Yanıma gözləyirəm, gəl əzizim ver. Əlini mahnımız səslənir bizim bax. Gözlərimə tək səni görsün gözüm. Gəl yanıma gözləyirəm, gəl əzizim ver. Əlini mahnımız səslənir bizim bax. Gözlərimə tək səni görsün gözüm. Bir ömür boyu istərəm səni. Tək mənim ol, hər şeyim ol, can yoldaşım. Xoş günümdə də, dar günümdə də tut əlimi, sar belimi, can yoldaşım. Sən harda olsan gələrəm yanında olmaq üçün. Qəlbimə yazdım adını, həyatımın qadını. Sən mənim göz bəbəyimsən. Qəlbimə yazdım adını, həyatımın qadını. Sən mənim göz bəbəyimsən.
necə vermisən mənə. Al, bu ürəyim əmanət olsun sənə. Biz sevgimizi yaşadacağıq yenə. Bir ömür boyu istərəm səni, tək mənim ol, hər şeyim ol, can yoldaşım. Xoş günümdə də, dar günümdə də, tut əlimi, sar belimi, can yoldaşım. Mən sənə görə könlümü qurban verərəm, yanımda olmaq üçün. Mən sənə görə, sən harda olsan gələrəm, yanımda olmaq üçün. Qəlbimə yazdım adını, həyatımın qadını, sən mənim göz bəbəyimsən. Qəlbimə yazdım adını, həyatımın qadını, sən mənim göz bəbəyimsən. Qəlbimə yazdım adını, həyatımın qadını, sən mənim göz bəbəyimsən. Qəlbimə yazdım adını, həyatımın qadını, sən mənim göz bəbəyimsən. Çox böyük təşəkkürlər. Deyin Hacı müəllim, necə mahnı idi? Çox əla. Yəni gözəl. söz tapmaq olmur ki, mahnının yəni həm ritmin, həm özün, həm sözlərini ifadə eləməyə əlbəttə çox gözəl mahnı idi. Səsə də ki, Səsi də söz ola əsas bilməz. səsdir. O artıq o müzakirə olunmur Lamia xanım. Yadınızdadır da o vaxtı bizim primadonnamız artıq o səsin Allah rəhmət heyranı idi. eləsin. Çox bilirsiniz İlhamə ki, necə Quliyevaya. heyran idi o səsin və Bəli. onları bərabər duetlərində də biz çəkilişində belə iştirak eləmişdik Moskvada və həqiqətən də çox gözəl bir duet idi. Bu gün yada salmasaq olmaz. onu. Əlbəttə salmasaq olmaz. Karalevanı yada çünki- salaq, ruhu şad olsun. Yəni elə bir insan, elə bir dahi insan idi. Elə bir sərvəti idi Azərbaycanın musiqi üzrə. Bəli, Yəni elədir, tamam. Allah rəhmət eləsin və klip çəkildi. Elə onun Nuri ilə sonuncu klipi oldu, duet. Bəli, bəli, bəli. Və sonuncu da duet oldu. Və hazır ardı var idi. Yəni doğrudan da hazırlaşırdı ki, mahnı ifa eləyəcəkdi, başqa bir mahnı da olacaqdı. Çox istəyirdi. Biz indi primadonnanı, yəni bir yaxın dostları kimi mən Həmişə deyirdi ki, mən olmayanda Bəli, oturarsınız deyərsiniz ki, çox mənə bax, yaxşı dost elədir, idi. Elədir. Yəni Allah indi bu rəhmət gün də Allah bizə o məqamı qismət eləyib, belə biz hamımız burdayıq və o haqqda danışa bilirik belə rahatlıqla. Mən nəyi deyərdim? Çünki biz bilirik ki, primadonna öz duet ortaqlarına necə yanaşırdı və məncə ilk dəfə idi ki, onu tərəfdən Nuri bəyə təklif gəlmişdi ki, biz duet oxuyaq. Bizim konsertimiz gedirdi efirdə, Bəli. Yaşıl Teatrda olan konsertimiz. Mənə telefon açdı, dedi ki, mən bilmirəm, söz tapmıram deməyə, bu nə səs? Mən istəyirsən mən ölüm. Dedim, yox, Karaleva, o nə deməkdir? Bu nə səsdir? Tez mən duet oxuyacağam Nuri ilə. Nuri ilə o seçdi, Nurini özü seçdi. Özü Bəli, istədi ki, yəni o duet məqamlar oxusun. hamısı gözümün Mahnıları qabağında. seçdik, düzəltdik, duet. Hamısına razı qaldım. Mən bilirsən niyə bu gün razıyam Hacı müəllim? Çünki o rahatlıqla istədiyini aldı. Oxudu, duet, klip. Çox gözəl klip Astankina alınmışdı. çox böyük bir- Astankina da hamımız iştirak eləmişik orada orada. klip çəkilişlərində də iştirak elədi. Çox gözəl bir klip alınmışdı və orada maraqlı məqamlarımız olub, maraqlı xatirələrimiz olub həmin günlərdən. Çox maraqlı xatirələr idi. Çox gözəl xatirələr O var. qədər biz onu özümüz oturanda yad eləyirik, həmin dəqiqələri, həmin saniyələri. Yəni sözsüz ki, Nur qardaşımıza da təşəkkür eləyirik ki, o məqamda o klipi çəkilişləri bax o yüksək səviyyədə hər şey təşkil olunmuşdu və bizim də orada bir qatqımız olmuşdu ki, biz primadonnanın yanındaydıq, biz ona dəstək idik. Bilirsiniz, Nuri təkcə o klipi saxlamayıb. Nuri o çəkiliş zamanı biz sıroy material deyirik də. Yəni arxada qalan, kadr arxası olan bütün materialları saxlayıbdı. Bax, belə dostdur Nuri. Yəni Çünki saxlayıb hamısını saxlayıb. Çünki tarixdir əlbəttə həqiqətən ki. tarixdir. Həqiqətən o günlər yaşanıb, çox gözəl bir tarixdir və biz o dəqiqəni yaşaya-yaşaya xatırlayırsınızsa, biz elə onun yaşaya-yaşaya biz bilirdik ki, biz tarix Tarix yazırıq. yazılır. Bəli. Bəli. O klip tarixdə yazıldı və
mən bir söz qeyd eləmək istəyirəm. O deyirsiniz saxlamaq. Bütün incəsənət adamları, nəinki incəsənət adam, hansısa bir məhsul desək də, necə desək, bir ona məxsus olan bir əsərmi desək, hansısa bir əşya mı desək, bunu saxlamalıdır. Mən bütün, nəinki İlham Əxamdan olan kliplərimi, bütün musiqilərimin, səsimi, oxuduğum o səsi də mən saxranit eləyirəm. Birini evdə saxranit eləmişəm, birini də yəni açıq danışıqda, biri yox, birini də seyfə qoymuşam. Yəni bu nə vaxtsa lazım. Bəli, bu indi İlham xanımla bizim bütün kliplərim həm elə bir kadrlar var ki, heç biz orada işlətməmişik. O klipə biz orada, siz orada acıda acıma. Deməli, biz 2 gün klip çəkdik orada, 2 gün sərf elədik. 2 gün çəkilişdən 4 dəqiqə o kadr yığılıb da orada. Qalan hamısı qalıb. Hamısı qalıbdı. Orada elə kadrlar var ki, biz onunla işlətməmişik. Kadr arxası materiallar. Yəni onlar indi bugün sabah nə vaxtsa lazım olacaq. Lazım olacaq, əlbəttə. Biz İlham xanımla açığı, o mən dedi, hansı musiqimi istəyirsən, götür ifa elə. Yəni mən dedim, sizin yəni siz bunu hamısını halal eləyibdi. Bütün mahnılarını deyib ki, halal eləyirəm, nə istən o. Siz elə unut mənini istəyirdiniz. Unut mənimi xoşum gəlirdi açıq dedim. Amma onu da elə oxuyub ki, İlham xanım, yəni mənim nəinki mənim kim onu oxusa, Füsurovna onun kimi oxuya bilməyəcək o mahnını. Təbii ki, bəli. Amma bizim ikinci duetimiz olacaqdı ondan. Ardı vardı, özü demişdi yazın. Mən indi istəyirəm ki, elə o musiqini, indi mən bunu dəfələrcə demişəm, elə burada sizin efirdə də deyirəm. Yəni o musiqini birinci kupletini İlham xanımın öz səsi qalır. İkinci kupletini mən özüm oxuyacağam və biz orada istifadə etdiyimiz kadrlardan, hansı ki işlənməmiş kadrlardan da istifadə edəcəyik. Onlardan da istifadə edəcək. Amma görürsünüz burada niyə saxlamaq lazımdır? Mən indi bunu bütün dostlarıma yəni deyirəm, tövsiyə edirəm ki, saxlasınlar. İlham xanımın o vaxt səsi yazılıbdır. O musiqidə unut məni. Biz onun səsini sizinlə də nə qədər axtardıq? Axtarırıq, yoxdur. Tapa bilmədik. Yəni Vüqar Cəmalzadəyə dedim, xanım İsmail qızını buradan salamlayıram, Vüqarı salamlayıram. Bəli, salamlayırıq hamısını. Yəni bu İlham xanımın səsi qalsaydı bizim üçün rahat olardı. Rahat gözəl, olacaq. Yəni amma orada keyfiyyətli alınardı. Keyfiyyətli alınardı. O səs olmadığına görə orada məcbur olub onun aranjировkasında olan, yəni birinci kupletdə onu saxlayırıq. Yəni bu belə necə deyim, hadisələrə, şeylərə görə mən yəni öz materiallarımı saxlayıram. Çox gözəl bir şeydir o arxivi saxlamaq, onu bəli, onu yəni çünki bilirsiniz necə insan o məqamları yaşayır, o qədər də fikir vermir. Lakin illər keçdikcə bir də o arxivə geri dönüb baxanda hər bir orada hər saniyənin çox böyük əhəmiyyəti olur. Bəli. Ona görə yəni əgər bunu qura bilirsinizsə, çünki mənim özümün arxivini qururlar bu televiziya verilişlərində, o ekspert çıxdığım verilişlərdə onun bir arxivini qoyur. Mən görürəm ki, onlara nə qədər böyük bir əziyyətdir bu arxivi sonradan yığmaq, sonradan qurmaq. Yəni belə bir əgər siz saxlaya bilmirsinizsə, sizin öz arxiviniz var, çox gözəl bir məqamdır. Çox gözəl məqamdır və gözəl məqamlardan biri də odur ki, indi reklamlara bağlanacağıq. Amma mən buradan elan edirəm, reklamlardan qayıdan kimi Elfara Ailəvi İstirahət və Əyləncə Mərkəzində konsert olacaq, açılış oldu, nələr baş verdi. Aygün xanım orada bir neçə gündür istirahət eləyir və oradan intervyu verib. Qayıdan kimi reklamlardan mütləq Aygün xanımın intervyusunu dinləyəcəyik, daha sonra söhbətimizə davam edəcəyik. Doğma kanalımızda reklamlar. Da dove è sbucato, che impressione Belə
Efirdəyik və süjet dedim mən. İndi yəqin ki, hazır eləyərik və süjeti efirə verərik. Belə ki, Elfar Ailəvi İstirahət və Əyləncə Mərkəzində ayın 18-i, iyunun 18-i böyük möhtəşəm konsert proqramı olacaq. Hacı müəllim, buyurun. Sürprizlər sizdəndir. Danışın. Danışmağa başlayayım, artıq danışa bilərəm. Danışın. Onu əvvəlcədən deyim ki, xoş bir yorğunluğumuz var. Çünki hər dəqiqəsi, hər saniyəsi, yəni hazırlanırıq biz bu konsertə, bu möhtəşəm gecəyə və biraz Aycun xanımla da işləmək belədir ki, çox maraqlıdır. Yəni o məqamlar var ki, Aycun xanımla işləyəndə özü hər bir şeyə diqqət edir. Bilirsiniz, artıq neçə gündür orada idi. Elfaro da həm dincəlirdi, həm bu işlə bağlı gəlmişdi ora, konsert layihəsi ilə bağlı. Hər bir xırda detala da orada, masalar harada duracaq, səhnə harada olacaq, nə harada olacaq. Neçə gün qaldı Aygun xanım? Aygun xanım 3 gün orada qaldı, istirahət elədi və istirahətlə yanaşı çox belə bizim işimiz oldu bərabər orada həm bu səhnə quruluşları ilə bağlı, konsertin proqramı ilə bağlı, həm məşqləri oldu. Yəni düzdür, o ərəfədə bizi biraz narahat elədilər, bilənlər oldu. Bir də bir maraqlı məqam var idi ki, Aygun xanım artıq orada gedib, bir də baxırıq nə qədər adamlar maşın gəlirlər. Artıq məcbur oldum Instagram səhifəmdə yazdım ki, hər birinizdən xahiş edirəm, Aygun xanım artıq burada yoxdur və biz də pis oluruq. Oradan insanlar axışıb gəlirlər və görəndə ki, Aygun xanım orada yoxdur, onu görə bilmirlər. Onlar da çox məyus. Siz demədiniz ki, iyun ayının 18-də gəlir. İyun ayının 18-də, bəli, orada da bəzi insanlar var ki, yəni biz hər bir insana çalışırıq ki, çox gözəl şərait yaradaq ki, o konsert çox belə hər dediyimiz möhtəşəmliyi ilə keçirilsin. Yəni mən deyərdim ki, artıq elə bir orada kampaniyalar keçirdirik. Yəni televiziyalarda uduşlar, demək olar bütün televiziyalarda da bu uduşlar gedir, bilet uduşları gedir. Yəni istəyirik ki, Aygun xanımı sevən hər bir kəs orada gəlib o konserti izləyə bilsin. Bir məqamlar oldu, mənə çox toxunan məqamlar oldu. Bəziləri dedi ki, biz ora gəlirik, amma müəyyən konsertə düşə bilməyimiz üçün birdən düşə bilmərik ya nədirsə, heç olmasa biz Civanı kənardan görək. Mən onlara üzümü tuturam ki, yəni mümkün qədər biz bacardığımız şəraiti yaradırıq ki, hər bir insan, yeri gəlsə, lazım olsa biz əlavə monitorlar qoyacaq, yəni küçədə, bayır tərəfdən əlavə monitorlar qoyacaq. Həyətdən, bəli, əgər insan axını hədsiz çox olarsa, biz monitorlar da qoyacaq ki, yəni hər bir kəs rahatlıqla Biletlər konserti... satılırmı? Biletlər çox satılır, yəni çox sürətlə satıldı. Yəni ilk satışa çıxan gündən biletlərimiz başladı satılmağa və əsas odur ki, yəni zal bilirsiniz, çox möhtəşəm zaldır. Hardasa bir 1000 nəfərlik zaldır bizim zalımız və orada yəni birdən deyirik ki, biz əgər yerləşdirə bilməsək, biz əlavə o monitorları qoymaq məcburiyyətində olarıq və əlavə yəni tədbirlər görəcəyik. Hacı müəllim, sürpriz qonaqlar olacaq. Böyük sürpriz qonaqlar var. Yox, açıqlamırıq. Yəni Aygun xanım özü də dedi ki, müəyyən saytlar açıqlamaq istəyiblər. Əgər son gündə bilinsə ki, proqram nədir, son gündə, son məqamda da... Dünənləri Ceyhun Qala bizdə efirdə dedi, hamıya dedi ki, mən də orada olacam. Birim bilirəm, Ceyhun Qala. Siz də bəzi saatlər kimi artıq öncədən istəyirsiniz ki... Yox, efirdə dedi, mən bilmədim ki, mən bilmirdim, mən nə bilirəm Ceyhun gedəcək. Ceyhun efirimizdə dedi ki, mən də orada olacam, gəlin Aygun şoyu, belə yəni... Bəli, ola bilər. Belə, Respublikanın xalq artisti Aygun xanım Kazımova, iyun ayının 18-i, Nabrayında, Ailəvi İstirahət və Əyləncə Mərkəzi olan Elfarada ailə günlü bir gecə keçirmək istəyirsinizsə, mütləq ora gedin və Aygun şoya baxın. Gözəl, möhtəşəm konsert proqramı ilə sizin qarşınızda çıxış edəcək. Aygun xanım nələri dedi? Qulaq asaq. Aygun Şounun konsertlə bağlı bütün söz-söhbətləri və hazırlıqları həyat tərzindən baxın. Yəni ilk konserti iyunun 18-i möhtəşəm Elfaro Ailəvi İstirahət Mərkəzində inşallah konsertim olacaqdır. Gördüyünüz bu gözəl yeni açılan məkan həmvətənlərimiz üçün, ondan sonra vətənimizin qonaqları üçün, onların istirahəti üçün təbii ki düşünülübdür. Zalı görəndə, səhnəni görəndə ki, hiss olunur ki, buranı tikən insan qəlbən sənətçidir, musiqini sevən insandır. Doğrudan da səhnəmiz özəl olacaq. Konsertimizdə 3 tur olacaqdır. Adətən belə maştabda mən stadion konsertləri verirəm.
Dekorasiyamız özel yığılır. Ölkənin ən möhtəşəm ekibi çalışacaqdır. Hər şeydən önəmli səhnəmin, ondan sonra işıqlarımın, dekorasiyamın necə olması. Birinci növbədə onu düşünürəm. İnanıram ki, bu yayın ilk konsertində hər kəs elə mənimlə bərabər istirahət edəcək. Yeni mahnılarım səslənəcək, sürprizlərim olacaq. Düzdür, deyirdilər, bəzi bizim sevimli dostlarımız yazmışdılar ki, güya biz tapdıq nə olacaq? O sizə elə gəlir canlarım. Heç nə tap eləməmsiniz, heç nə. Yəni, axırıncı gün belə bilsəniz, həmən an proqramı dəyişərəm, biləsiniz. Məndən nə desəz gözləmək olar, heç özüm bilmirəm məndən nə gözləmək olar. Buradan konsertin təşkilatçısı Hacı bəyə təşəkkürümü bildirirəm. Doğrudan da musiqiyə, sənətə özəl münasibəti olan bir insandır. Bu bizim ilk işimiz olmağına baxmayaraq artıq hiss olunur ki, təşkilatçılıq bu insanın, bu ekibin peşəkarlığından irəli gəlir. Nabranda Elfarada keçiriləcək 18 iyun Aygün Show proqramının özəl məqamları həyat tərzində. Şou nömrə 1 olacaq Bəli. Elfarada. Lamiyə xanım, səhnə... Mən buradan salamlayıram Aygün xanımı. Sevgi dolu salamlarımı göndərirəm. Nə yaxşı ki varsınız. Nə gözəl. Azərbaycanımızın sənətçiləri, sənətkarları hamısı bax yaşayın, yaradın, konsertlər eləyin. Niyə də yox, deyilmi? Əlbəttə, bəli. Mən onu qeyd eləmək istəyirəm ki, Azərbaycanın sayılıb seçilən şirkətləri tərəfindən səhnə dekorasiyaları və səhnə işıqları, böyük bir möhtəşəm səhnə qurulur The Company tərəfindən və artıq onlar yəni böyük bir layihədir. İnanın ki, o səhnə quruluşu, səhnə dekorasiyalarını görəndə, yəni insanı həqiqətən də, yəni Aygün xanım özü qeyd eləmişdi ki, mənə belə səhnələr stadionda qurulur, stadion konsertlərim zamanı qurulur. Lakin biz istədik ki, biz öz qonaqlarımıza böyük hörmət və ehtiram əlaməti olaraq biz istədik ki, onlara həm musiqini, həm hər keyfiyyəti ilə onlara təqdim eləyək. Səs baxımından, musiqi baxımından, işıq effektləri baxımından. Mən buradan da bizə həm dəstək olduqlarına görə və o möhtəşəm layihəni öz üzərlərinə götürdüklərinə görə The Company şirkətinə də təşəkkürümü bildirirəm ki, bizi ilə bərabər bu işdə də onlar çiyin-çiyinə çalışırlar. Araya salıb təşəkkürünüzü bildirdiniz. Belə, əslində qonağımız var. Mən dəvət eləmək istəyirəm bura Art Decoru. Art Decor, Esmira xanım, gəlin. Hədiyyələr gəlibdi Nuri və Ceynə. Biz beləyik, qonaqpərvərik. Azərbaycan ümumiyyətlə qonaqpərvərik. Həm də ki, millət olaraq qonaqpərvərik. Nə yaxşı Azərbaycanlıyıq. Nə gözəl ki, biz Azərbaycanda yaşayırıq. Nə gözəl ki, bax, belə dostlarımız var. Buyur, Esmira, gəl. Art Decora buradan təşəkkürlərimizi bildiririk. Art Decor çox gözəl hədiyyə gətirib bugün, biləndə ki, Nuri və Ceyn Moskvadan gəliblər, Rusiyadan gəliblər, xüsusilə həyat tərzinə gəliblər. Esmira, buradan Aygül müəllimə təşəkkürlərimi bildirirəm. Esmira tez zəng elədi ki, biz hədiyyə gətirəcəyik. Buyur, hədiyyəni bağışla. Bilirsən hansınındır? Art Decor, Nəriman Nərimanov prospekti 8C ünvanında yerləşir. Biraz sonra indi açacağım. Onları görüm nə göndəriblər. Görüm hələ. Buyur Esmira, sözün də var. Buyur de. Xoş gəldin. Yaxın tut. Xoş gördük sizi Lamiyə xanım, qolaqlarınızı salamlayıram. Ekran qarşısında əyləşən tamaşaçılarımızı da. İlk öncə istərdim qonaqlarımızı təbrik edeyim. Uğurlu olsun inşallah. Konsert olacaq ona görə. Bəli, gözləyirik səbirsizliklə. Bizim də konsertimiz olacaq. Sentyabr ayının 18-i Nuri səriləndirici Heydər Əliyev adına sarayda möhtəşəm konsert proqramı ilə çıxış eləyəcəkdir. Biraz sonra Bakıda danışacağım. Buyur. Bəli, inşallah gözləyirik hər birimiz səbirsizliklə. Uğurlu olsun, səsiniz daha da yüksəkliklərdən gəlsin. İstərdim Art Decor haqqında da qısaca bir məlumat verim. Bilirsiniz ki, bizdə olan mallar İtaliyanın xüsusi brendləridir. Yəni ki, tanınmış firmalarındandır. Eləcə də təkcə İtaliya deyil, İspaniya, Almaniya və Fransanın malları da var. İstərdim, yəni öz gözlərinizlə görmək üçün gələsiniz. Hal-hazırda endirimlərimiz var, 30% və daha artıq. Buyurun, istəyirsiniz gəlin və özünüz görün. Aha, biz indi görürük. Ona görə açıram ki, indi özümüz görəcəyik mütləq. Çox gözəl qablaşma. 30% endirim. Nuri, zəhmət olmasa bunu açın. Rahat qoyun bura. Hə, rahat qoyun, açın. 30% endirimlər davam eləyir. 30% və 30%-dən daha da artıq endirimlər davam eləyir.
Art Dekor Nərimanov heykəli ilə üzbəüz yeni tikili binanın altında 2 gözəl salonumuz var. İstədiyiniz hər bir şey oradadır. Aksesuarlar, şahmatlar varmı? Əlbəttə, yeni kolleksiyamız da var. İstəyirsiniz gəlin Yeni baxın. kolleksiya var. Bəli, yeni Çılçıraqlar, şahmatlar, çay yemək Bəli, dəstləri. saat dəstləri, ev üçün Markanı şahmat, istəyərdim. saat Bax indi nə gətirmisiniz bizə? Statuetkadır və bakallardır xanımımız. Bakallar. Çox sevirik biz bakalları. Bəli, ən gözəl günlərimiz üçün və İtalyan brendidir. Biraz sonra göstərəcəyik sizə. Başqa sözünüz qaldı Xeyr, mı? yoxdur, Mən buyurun. təşəkkür edirəm Art Dekora bu gözəl hədiyyə üçün. Biraz sonra açıb hədiyyəni göstərəcəyik. Mən isə istəyirəm Nuri oxusun. Mənim üçün yaşa, mən isə açım bunu. İcazə verirsiniz? Aha, biz açacağıq. Buyurun Nuri. Mənim üçün yaşa. Allah bizi ayırmasın, birbirinden nezreylemişem. Bu mahnını ay sevgili eşkimize tesreylemişem. Allah bizi ayırmasın, birbirinden nezreylemişem. Bu mahnını ay sevgilim eşkimize həsreyləmişəm. Gəl oxuyaq, bu mahnı bizim üçün bitməsin heç vaxt. Tanrım bizi birbirimizdən ayrı etməsin heç vaxt. Ayrılanda məndən əlvida demə, qucaqla öpüşək sonra ayrılaq. Ötsün bir an, geçsin zaman, yine seninle bir yerde olmak. Ayrılanda benden elvida deme, kucakla öpüşek sonra ayrılak. Ötsün bir an, geçsin zaman, yine seninle bir yerde olmak. Sen var iken hayatımda gözüm hiç kimseni görmez benim. Sana ele aşıgem ki gönlüm bir güzeli sevmez benim. Sen olmasan gündüzüm karalık gece olacak. Hiç bilmirəm sensiz hayat benim için nece olacak. Doğrudan ayrılık ölümden beter. Bunu ayrılanda düşürsen başa. Lazım olsa ben ölərəm. Təki sen əzizim benim üçün yaşa. Doğrudan ayrılık ölümden beter. Bunu ayrılanda düşürsen başa. Lazım olsa ben ölərəm. Təki sen əzizim benim üçün yaşa. Lazım olsa ben ölərəm. Təki sen əzizim benim üçün yaşa. Senin məndən, benim senden, benim senden başka kim? Teşekkürler, çok büyük teşekkürler. Musiqisi Fərid Kərimlinindir. Bunun musiqisi? Bəli, Fərid. sözləri də bunu gördüm yadıma düşdü. Baxın. Sözləri də Vüqar Abdullah bizim dostumuzun. Yox, bir saniyə, mən düz demədim. Vüqarındır. Yox, Mənim yox, üçün yox, yaşa yox, o deyil. yox, yox. Mənim üçün yaşa. Vüqarındır.
Hə, bəli, Vüqarındır. Vüqarındır, bəli. mən Gizlədim. bildim. Sonra deyirlər ki, Atı niyə gördüm, Nuri'nin yerinə yadımdan danışırsan. Çünki Belə, at o qədər gözəldir ki, Çox Nuri bəy bu gördü. gümüşdür da. Bu səhv gümüşdür. Bu Çünki mən- Ottaviani markasıdır. İtalyan brendidir. Baxın, gümüşdən bax bu Art Deco'nun ən gözəl hədiyyəli aksesuarlarından biridir. Bir evin yaraşığıdır. Baxın, bir evin doğrudan da bir royalın və ya bir evin küncünə qoyanda nə qədər gözəldir. Bu təmiz gümüşdür. Gördüyünüz kimi açıqdır. Təmiz gümüşdür. O birisi mikrofonu götürək. Aha. Və mən buradan təşəkkür edirəm Art Deco'ya Mən də gözəl təşəkkür hədiyyə üçün edirəm, dərin təşəkkürümü Jane-in də bildirirəm. hədiyyələrinə baxaq. Jane bakallardır. Yəni çox gözəl bakallardır. Çox təşəkkür edirəm. Mən əslində çox sevirəm belə ev əşyalarını ev üçün. Mən həmişə deyirəm ki, Art Deco'ya gedin. Kiməsə hədiyyə bağışlayacaqsınızsa, bir dənə baxın. Bu gözəl bakal nə qədər gözəldir. Sadəcə bir neçə də, hətta bir evdə bir neçə xanım varsa, bir bax belə bir dəst aparırsan, vəssalam, bəs Arasına eləyir. bir bakal. Hərəsinə bir bakal düşür. 6 dənə xanım aparmaq olar. Sağ olun Ardekor, sağ olun. Qəşəng bakal. Qəşəng bakal, sağ olun. Sağ ol Jane, sən bizim dilimizi, Azərbaycan dilimizi öyrənirsən yavaş-yavaş. Jane Azərbaycan dilində hər bir sözü başa düşür. Azərbaycan dilində oxuyur, mahnılar oxuyur və artıq Azərbaycan dilində də danışmağa başlayıb. Nə xoş bizə. Bəli, Rusiyada yaşayır, amma bizim dilimizə nə qədər böyük diqqət mən edir. elə indi bilirəm ki, Jane, mən hər zaman Jane Azərbaycanlı bilmişəm. İndi bilirdiniz ki, Rusiyada yaşayır. İndi hə? bilirəm. Gözəl cavab idi mənə. Belə, Dəniz Mebel salonuna təşəkkürlərimizi bildiririk əziz gözəl izləyicilərimiz. Həftə sonu nə edəcəksiniz? Hə, Dəniz Mebel salonuna gedəcəksiniz. Çünki tam yeni mebel kolleksiyası Dəniz Mebel salonundadır. Babək prospektində yerləşir bizim gözəl Dəniz Mebel salonu. Babək prospektində Zakir küçəsi 11-də gedəndə Babək prospektinə tərəf yolun solunda 6 mərtəbəli gözəl mebel dükanımız var. Dəniz Mebel salonu. Dəniz Mebel salonu həyat tərz verişinin baş sponsoru. Dəniz Mebel evlərimizin ən seyrləyici güşəsi. Dəniz Mebel salonunda bu gördüyünüz gözəl mebel dəstləri, yataq yumşaq qonaq dəstləri, uşaq otaqları üçün gözəl dəstlər və ən əsası ofis mebelləri. Ofislərinizdə mebel axtarırsınızsa Dəniz Mebel salonuna mütləq yollanın və bağ mövsümü gəlir. Bağ mövsümündə bağ evlərinizin bütün mebellərini dəyişmək istəyirsinizsə, onda mütləq Dəniz Mebel salonuna müraciət edin. Yer gəlmişkən deyim ki, Nuri bəyin evi demək olar ki, bütün mərtəbələri Dəniz Mebel salonundan bəzədilibdir. Çox təşəkkürlər buradan bizim gözəl kollektivə və bizim Dəniz Mebel salonunun gözəl kollektivinə. Ona görə də mən buradan demək istəyirəm ki, çatdırma, quraşdırma pulsuzdur, dizayn xidmətləri pulsuzdur. Sadəcə gəlin, mütləq gəlin Dəniz Mebel salonuna və öz seçiminizi eləyin. Çünki seçim eləyərkən siz ən düzgün seçim eləyəcəksiniz. Dəniz Mebel salonuna gedərkən evinizi gözəl bəzəyəcəksiniz. Deyəsən, reklam vaxtıdır. Doğma kanalımızda reklamlar. Bounce to the bustin', yo, 'cause my time has come with the bustin'. Put on my Boston, I said I'm high and low. Çakın pas vermezsen, demek ki tüpersen. Millet zayıf tadı. Quel vestito da dove è sbucato, che impressione vero. Həyat ərzində proqramımız davam eləyir. Mənə deyirlər ki, çoxlu zənglər var. Çox bizə təşəkkür edirlər. Mən sizə təşəkkür edirəm əziz tamaşaçılar ki, bizə baxırsınız. Nə yaxşı ki lidersiniz, nə yaxşı ki lider kanalını izləyirsiniz və doğrudan da mən təşəkkür edirəm Nuri sərinləndirici və Jane-ə. Vitalika, buradan Vitalik Faraonov bizim səs rejissorumuz, bizim Rusiyadakı prodüserimiz. Mən buradan təşəkkür edirəm. Xüsusilə vaxt elədilər, bizim verilişə gəldilər. Liderçilərə belə deyək, gözəl mahnıları ərmağan elədiniz. Bu çox gözəl bir işdir. Həmişə gələndə gəlin verilişimizə, həmişə. Mikrofon işləyir, açın. Buyurun, buyurun.
O birisi mikrofonu götürün zəhmət olmasa. Mən sizə təşəkkür edirəm Lamiyə xanım. Lider kanalına təşəkkür edirəm. Minnətdarlığımı bildirirəm ki, bizi çağırdınız. Biz iştirak elədik. Gördünüz də, içəriyə girəndən hamı necə sizi qarşılayır, hamı necə sizə... Bizi həmişə belə Həmişə qarşılayıblar. belə, Yəni bəli. bu istiliyi biz həmişə hiss eləmişik. Təşəkkür edirəm. Allah sizləri var eləsin, sizin kimi dostları. Bəli. Var olun. Belə, Hacı müəllim, Elfaradan danışırıq, konsertə hazırlaşırıq. Mən sizə Rition kosmetologiyadan danışacağım bir balaca. çox gözəl. Siz də mənə qulaq asın. Rition kosmetologiya, həyat əlverişinin sponsoru Rition kosmetologiya Şəbnəm xanım Məmmədova. Gözəl həkim kosmetoloqumuz bizə nələr vəd edir? Əgər üzünüzdə, dərinizdə qızartılar əmələ gəlibsə, əgər qənə problemi ilə rastlaşmısınızsa və ya civzələr var üzünüzdə, əlinizdə, dərinizdə, onda Rition kosmetologiyaya müraciət edin. Çünki Şəbnəm xanım Məmmədova konsultasiya keçirir, pulsuz konsultasiya. Gedin, məsləhətləşin, saç tökülməsi varsa mütləq məsləhətləşin. Aknisit kremlərini əldə etmək istəyirsinizsə, Aknisit kremləri bizim bütün apteklərimizdə, şəhərimizin apteklərində var, əldə edə bilərsiniz. Aknisit kremləri nədir? Əgər dərinizdə qızartılar əmələ gəlibsə, ilk olaraq aknisit kremləri sizin köməyinizə çatacaq. Daha sonra gedin, pulsuz konsultasiyadan keçin, Şəbnəm xanım görsün nədir, nə deyil və sizə öz dəyərli köməyini yetirsin mütləq. Rition kosmetologiya bütün dəri problemləri, üzdə olan problemlər mütləq həll olunacaqdır. Ən əsası gedin və Şəbnəm xanımla yaxından məsləhətləşin. Belə və verilişimizin yavaş-yavaş sonuna yaxınlaşırıq. Olacaq. Məndən soruşurlar daha bir mahnı olacaqmı? Mütləq Nuri oxuyacaq və Nuri, gözləyirəm istəyirlər. Mütləq, o da bizim gözəl mahnılarımızdan, hit mahnılarımızdan biridir. Hacı müəllim, mən sizə təşəkkür edirəm. Arzu edirəm ki, iyun ayının 18-i keçiriləcək konsert çox möhtəşəm olsun. Bol-bol ruzu bərəkət arzu edirəm. Çünki Elfara açıldı. Açılışda nə oldu da oradan? Açılışda yəni biz əsas möhtəşəmliyin günümüzün saxlamışıq ayın 18-nə. Yəni orada həm mövsüm açılışı olacaq, həm ümumiyyətlə yəni biz Hava necədir? belə bir hava çox gözəldir. Gözəldir. Hətta mən sizə deyim ki, artıq hovuzda çimənlər də var, artıq dənizə düşənlər də var. İlk bu il dənizi elə Aygün xanım özü girdi və orada dəniz Açılışı qeyd elədi. İlk açılışa özü girdi və Günəş şüası qəbul edirdi. Günəş şüası da qəbul etdi. Doğrudan. Və ümid edirəm ki, bəli, ümid Nə edirəm ki, gözəl. Aygün xanımın ayağı çox düşərli olacaq. Çox həvəsləndim. Bəli, Aygün xanım, bəli. çox həvəsləndim Nabranya gəlməyə. Elədir. Bilirsiniz də, açılışı sizin elədik. Yəni siz gəldiniz, Bəli. çəkilişlərinizi apardınız. İndi də amma mövsüm açılışını Aygün Aygün xanımdan xanım elədik. eləyəcək. İnşallah hər ikimizin ayağı bizə düşərli olar. Amin inşallah. Bəli. Bir də mən bizi izləyənlərə demək istəyirəm ki, yəni bizim bilirsiniz bir möhtəşəm kampaniyamız var idi. Yəni bu kampaniya ondan ibarət idi ki, biz may ayında alan insanlara orada bir endirim kampaniyası eləmişdik. May ayından artıq alan orada qalmaq üçün bu putyovkaları alan insanlara biz endirim kampaniyası eləmişdik və biz onu konsert müddətinə qədər davam elədik. Yəni artıq endirimli qiymətlərlə bizim Ayın 18-nə qədər qonaqlarımız endirimli o qiymətlərlə endirimli qiymətlərlə yararlana qiymətlərdən yararlana bilərlər. Villalarda yer var. Bəli, Lamiyə xanım, otel tərəfi artıq tutulub, yəni konsertlə bağlı. Villalarda da artıq çox demək olar ki, Az sayılı yer var. yerlərimiz qalıb, bəli. Yəni kim almaq istəyirsə buyursun, tələssin. Sonra çünki günahı bizdə görməsinlər. Biz hər bir şəraiti yaratmaq istəyirik, amma təəssüf ki, imkanlarımız bəzi məqamlarda məhdud olur. Çox gözəl. Mən təşəkkür edirəm. Uğur arzuluyuram sizə. Çox sağ olun. Arzu edirəm ki, bu yay fəsli artıq başladı və bu yay fəsli sizə uğur gətirsin. Bol-bol müştəri olsun. Bol-bol gedin istirahət eləyin. Mən elə düşünürəm ki, bu yay heç yerə gedə bilməyəcəyik. Elə ancaq Nabranya gedəcəyik. Elfaraya gedəcəyik Əlbəttə, və orada bizim istirahət belə eləyəcəyik. gözəl məkanlarımız olandan sonra, yəni və Hətta biz siz orada bayaq dəvət elədiniz Nurini ki, getməyin, qalın burada, gedək Elfaraya. Ümid edirəm ki, yəni Nuri bəy, Ceyn xanım da gələcəklər istirahətə, bir vaxt aralığı tapıb, onlar mütləq gələcəklər bizim dostlarımız. Bəli.
və deyir bu cürünə gözəl məkanlarımız olandan sonra Azərbaycanımızın tək Nabranda deyil, hər güşəsində bu cürünə gözəl məkanlarımız olandan sonra yəni başqa yerə getməyə ehtiyac qalmır. Çünki bilirsiniz, qabaq bizimkilər nəyə görə gedirdilər? Orada 3 dəfə o yemək servisi daxil olurdu. Artıq biz də o şəraiti yaratmışıq və rahatlıqla həm qalıb, həm də bizim yeməklərdən faydalana bilərlər. Belə, mən sizə istirahət eləyirəm İnstudiyada. İnstudiyaya təşəkkürlərimi bildirirəm. Gusik Simon, mənim stilistim, saç ustam, tezdəndən gəlir. Hətta liderə gəlir, çıxır. Bir də görürsünüz, vaxtım olmur, qaça-qaça gəlir bura. Mən İnstudiyaya təşəkkür edirəm. Nigar İbrahimova başda olmaqla. Gusik Simon, stilistim və vizaj ustam Zeynəbim. Zeynəb, mən təşəkkür edirəm uşaqlar. Nə yaxşı ki varsınız, nə yaxşı ki mənimləsiz. Və ən əsası belə dostlar vacibdir bizim üçün. İnstudiyaya böyük təşəkkürlər. Bütün kollektivi buradan salamlayıram və təşəkkürlərimi bildirirəm. Gusik, gələcəyəm sabah, mütləq məni gözləyin. Zeynəb də həmçinin. Bəli, və Jane, sən heç danışmadın. Микрофону verin. Jane, bir-iki кәлимə, nəsə, что-нибудь для нас, пожалуйста. Ламия Ханум, я бы хотела пожелать всем телезрителям счастливого, доброго лета. Вчера только, вернее, недавно вот только был первый день. И хорошего настроения каждый день. И, конечно же, до новых встреч. Belə və nəzərinizə çatdırmaq istəyirəm ki, sentyabr ayının 18-i Heydər Əliyev adına sarayda Nuri sərinləndirici, möhtəşəm konsert proqramı ilə çıxış eləyəcək. Bu da bizdən gəlsin. Sonra demin ki, Nuri özün danış, sonra decələ sən danışdın, qoymadın. Yox da siz deyirsiniz, bu yəni belənçi məlumatları siz verirsiniz, siz verməlisiniz. Ona görə də ay gözəl tamaşaçılarımız bilin. Buyurun. Sentyabrın 18-i, bəli, Heydər Əliyev adına sarayda konsertimiz olacaq. Çox böyük proqram olacaq. Hazırlaşırıq. Ümidvaram ki, möhtəşəm olacaq. Möhtəşəm olacaq, gözəl olacaq. Gözəl repertuar, gözəl proqram, gözəl orkestr və nələr, necə sürprizlər olacaq, onu da elə bizdən görəcəksiniz. Sentyabrın 18-i Heydər Əliyev adına sarayda Nuri sevənləri gözləyirik. Nuri sərinləndirici və Jane Şirokih, Vitalik Faraonov, Lamia hamurda olacaqdı. Siz də gəlin konsertimizə baxın və sağollaşırıq. Bugün həftə sonudur, əziz tamaşaçılar. Mən arzu edirəm ki, bu həftə sonunu çox xoş keçirəsiniz. Ruzulu, bərəkətli həftə sonu arzulayıram sizə. Biraz pul, əsas can sağlığı və istirahət dolu dəqiqələr arzu edirəm. Nuridən gözləyirəm gəlsin tamaşaçıların xahişi ilə. Sağollaşırıq gələn həftə, həftənin birinci günü yenə də öz vaxtımızda 14:30-da efirdəyik. Kimsə sənin yerini mənim qəlbimdə tutmaz. Sənə baxan gözlərim başqa gözlərə baxmaz. Mənim möcüzəm hər şeyim, canımdan çox sevdiyim. Nə olar getmə yanımdan, qal ömürlük həyatımda. Aramızda olur bəzən hərdən küsüb incimələr. Sevgini al gəl yanıma, gözləyirəm, gözləyirəm. Sənsiz həyat çətin olar, alışmaram, əzab olar. Gəl səni çox, çox sevirəm, gözləyirəm, gözləyirəm. Harda qalmısan harda, mənim gözüm yollarda. Qəlbim elə sıxılır, sanki ürək fəryadda. Mənim möcüzəm hər şeyim, canımdan çox sevdiyim. Nə olar getmə yanımdan, qal ömürlük həyatımda. Aramızda